Salam dəyərli izləyicilərim, mən Rəysəz Eşən Usta yenə sizinləyəm. Bu günləri mən Vita'nın çəkişini edib sizə göstərəcəm. Deməli, Vita'da nə işlər görüləcək? Qapı dəyişilib, gördüyünüz kimi. Və qabaq qapı da yəni dəyişilib. Mən buraları işləmişəm. Belə deyək, bir neçə vaxtdan sonra gətiriblər maşın qabı yanıma. İndi deyəcəm nəyə görə, səbəbi nədir? Bu hissələr kraskalanacaq və burada da bilmirəm nə işlər olub. Bunlar hamısı yəqin ki, ya kraskalayacam, ya təmizləyəcəm. Bunu iş prosesi göstərəcək. Vinil soyulacaq əks tərəfdə, çünki yoxdur, ona görə güzgülər söküləcək. Burada ya bu hissəyə qədər, ya yuxarıya qədər bunu iş prosesi göstərəcək. İşləyəcəm bunu. Yüngül batıqlar var kırlada. Kapot dəyişilib. Kırla da dəyişilib, ağ kırla qoyulub. Mən maşın yanıma gəlmişdi motorsuz. Çünki çöldə mən bunun bakavinlərini işləmişəm. Bakavinlər hamısı germetik adamısı. Hamısı zavaskoy şəkildə vurulub. Buradan da baxanda bilmirəm, görürsünüz yoxsa yox. Nə varsa hamısı zavaskoy şəkildə işlənilib. Əlbəttə ki, mən kırlaları açacağım, görürsünüzsə bakavin işlənilib, amma kırlalar yaman gündədir. Kırlaları da içərdən kraskalayacağım. Hər iki tərəfi kraskalayacağım və kapotun altıdır. Bunlar da dəyərli izləyicilər xəstəlikdir. Yəni bu hissələrdə və bu hissələrdə paslanma gedir. Bilmirəm səbəb nədir. Buralar da yəni düzələcək. Kapot buracı yaxşı görünür, amma bəzi yerdə, bir-iki dənə yerdə belə batıqlar var. Onları yəqin ki, mən işləyəcəm. Və qabaq bamper ağ rəngdədir. Belə mikro cızıqlar ki var. Bu da kraskalanacaq. Belə bir şəkildədir dəyərli izləyicilər. İnşallah bunu sökürəm və başlayıram işləməyə. Dəyərli izləyicilərim, mən quruntu sürtmüşəm və kraskaya hazırlayıram. Kraska daha doğrusu hazırlamışam. Burada deməli orta qapı, qabaq qapı, kırla, stoyka kraskalanacaq. Bu hissəyə qədər kraskalanacaq və burada da dəyərli izləyicilər sizə göstərəcəm. Mən hazırlamışam. Qıraqlar kraskalanacaq və buradan bu hissəyə qədər mən bunu kraskalayacağım. Mən kırlaları açıq vəziyyətdə qoymuşam, çünki burada tam quruyandan sonra görürsünüzsə belə deyək, kraska içəriyə qədər yəni tamamlasın. Ona görə də çox yəni salmamışam içəri. Əks tərəfdə də elədi. Əks tərəfdə də belənsinə bir şeydir və buradan bu tərəfə kraskalanacaq. Əlbəttə ki, burada da podnoşka, mən də bura mokro qurunt vuracam və dalinə işi başlayacağım. Kraska işimi görməyə. Burada da belə bir vəziyyətdir. Bu hissəyə qədər kraskalayıb perixodu gətirəcəm bu hissəyə qədər. Kapot hazırdır. Mən burada qara quruntdan istifadə eləmişəm. Və kapotun altıdır. Kapotun altı şkurkalanıb hazır vəziyyətdədir. Sadəcə olaraq kraskalanmalıdır. Və bu aksesuarlar ki var, xırda aksesuarlar, bunların da hamısını qara quruntdan istifadə eləmişəm. Bamper əla bir vəziyyətdə idi. Bamperə ehtiyac olmadı qurunta. Sadəcə olaraq şkurkalayıb, motovkalayıb hazırlamışam kraskaya. Belə bir şəkildədir. Yüngül bu hissələrdə parkadarları mən təmizləmişəm. Görürsünüz, alüminiumu özü çıxıb. Hamısında beləsinə sərgəli və qıraqların zazorları da açılıb. Rezinləri çıxartmışam mən, çünki rezinsiz qoymuşam tam kraskalanandan sonra. Çıxardıb təzdən
rezinlərini taxıb təzədən bağlayacağam ki, həm rezin kraskalanmasın, həm də ki, belə deyək, orada kraska rezinin qırağına dolub axıntı verməsin. Belə dəyərli izləyicilər, inşallah tam qutarandan sonra ətraflı olaraq bunu bir də sizə çəkib göstərəcəm dəyərli izləyicilərim. Belə, kstati bir də bir şey də deyim. Burada da daş izləri olur. Adətən Viyanaların hamısında yəni daş izləri olur. Ona görə də mən buranı təmizlədim. Onsuz da mən buranı kraskalayacağım. Ona görə təmizlədim ki, daş izlərini indi burada mokrumt vurub dalneşəyə başlayacağım kraskaya dəyərli izləyicilər. Belə уже hamısı bağlanıb hazırdır. İnşallah tam kraska qutarandan sonra ətraflı olaraq bunu çəkib sizə göstərəcəm dəyərli izləyicilər. Dəyərli izləyicilərim, maşını mən rəyləmişəm də və dünələri rəyləmişəm və quruyub da sökmüşəm də. Düzdür, polirovkaya ehtiyac yoxdur, çünki nəyə görə ayrı detallar, yəni belə deyək, çox cızıqlı zaddır. Yəni mən bunu polirovka eləsəm, əks halda onlarla seçiləcək. Sadəcə olaraq belə deyək, yəni polirovkaya düzdür ehtiyac yoxdur. Maşın doğrudan da səliqəli çıxıb, görürsünüzsə. Yəni çox tozlu çıxmayıb, hər şey qaydasındadır. Kantlar kraskalandı, qapıların iç tərəfləri kraskalandı. Gördüyünüz kimi mən bunu bu hissəyə qədər kraskalamışam, videoda da göstərmişəm bu hissəyə qədər və buradan aşağı kraskalamışam. Həmçində bu kantlar da kraskalanıb və burada da dəyərli izləyicilər toz qonub. Hamısı səliqəli bu hissəyə qədər gətirib buradan buraxmışam aşağı. Kapot əla bir vəziyyətdə çıxıb, Zavaskoy kapot idi. Əziyi, batığı falan yox idi. Bu hissələr də kraskalandı. Gördüyünüz kimi bədələrin qıraqları zadları hamısı, rezinlər zadları hamısı qoyulub və kırılanın qıraqları əks tərəfdə hamısı qaydasında. Bu hissəyə qədər perixod atmışam, yuxarıya qədər mən oranı polirovka elədim və burada da detal olaraq vurulub. Həmçinin də bu kantlar kraskalandı və arxa bamper gördüyünüz kimi hamısı səliqəli bir şəkildə kraskalandı, qoyuldu üstünə dəyərli izləyicilər. Seçim yoxdur, sadəcə olaraq təzə köhnə fərqi var. Yəni fon seçimi ümumiyyətlə yoxdur. Belə dəyərli izləyicilər, təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilərim.